Salam şagirdlər, bu videoda Güvən 8-in üçbucaqlar mövzusundan A variantının bütün testlərinin izahına baxacağıq. Videodan davam üçün kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. A variantında sual 1-dən baxaq uşaqlar. Aha. Bizə deyir ki, tərəfləri 2, 3, 4 nisbətinin ədədləri ilə düz mütənasib olan üçbucağın perimetri 36 cm larsa, kiçik tərəfini tap. Deməli bir üçbucaq verib bizə. Tərəfləri 2K, 3K və 4K nisbətindədir. Uşaqlar perimetr ümumiyyətlə istənilən fiqurun perimetri biz bilirik ki, onun bütün tərəflərinin cəmidir. İndi üçbucağın da üst tərəfi var. Üst tərəfin cəmi bizə perimetri verəcək. Perimetr bərabər 2K, üstə gəl 3K, üstə gəl 4K. Bizə nəyi verib? 36 cm-dir. Burada alınır 9K bərabərdir 36. K bərabər 36 bölü 9 tapıram 4. K'nı 4 tapıram. Bizdə ən kiçik tərəfi tapmalıyıq. Ən kiçik tərəf 2K'da 2 vur 4. Yəni 8 cm. Cavabımız olar B variantı. İkinci sualda isə tərəfləri 4, 5, 7 ədədlərlə düz mütənasib olan üçbucağın perimetri 64. Yenə uşaqlar bir üçbucaq verib. Tərəfləri 4K, 5K və 7K'dır. Və perimetr isə 64. Biz bilirik ki, perimetr bütün tərəflərin cəmidir. Yəni 4K ilə 5K'nın və 7K'nın cəmi bizə 64'ü verməlidir. Buradan alırıq. 16K bərabərdir 64. K bərabərdir 64 bölü 16. Tapıram 4 cm. Deməli K'mız 4-dürsə, bizdən böyük yoxsa kiçikdir? Böyük tərəfi. Böyük tərəf 7K'dır. Yəni 7 vur 4, 28 cm. Cavabımız C variantı olar. Üçüncü sualda isə üçbucağın iki tərəfi 3 və 7 olarsa, 3 və 7 olarsa, üçüncü tərəfin böyük tam qiymətini tapın. Uşaqlar, üçbucaq bərabərsizliyinə görə üçbucağın bir tərəfi iki tərəfin cəmindən kiçik, fərqinin modulundan isə böyük olmalıydı. Deməli, x kiçikdir nədən? Ondan böyükdür 4'dən. Deməli, həmin bu üçüncü tərəf 4 ilə 10 arasında yerləşir. Başa düşə bildikmi? İndi üçüncü tərəfin ən böyük tam qiymətini tapın. Ondan kiçikdirsə əgər ən böyük qiymət nə olar? Onda x bərabər 9 olar. Cavabımız olar yenə C variantı. Dördüncü sualda isə üçbucağın iki tərəfi 5 olarsa, üçüncü tərəfin ən kiçik tam qiymətini tapın. Yenə uşaqlar baxın, üçbucağın iki tərəfin verib 2 və 5'dir. Üçüncü tərəf x'dir. Deməli x 2 ilə 5'in cəmindən, yəni 7'dən kiçikdir. 2 ilə 5'in fərqinin modulundan isə böyükdür. Yəni 3'dən isə böyükdür. İndi burada bizdən ən kiçik yoxsa ən böyük soruşur? Ən kiçiyi soruşur. X ən kiçik nə ola bilər? 3'dən böyük 7'dən kiçik olarsa hansı ədədlərdir? 4, 5, 6. Bunların isə ən kiçiyi isə 4'dür. Cavabımız isə olar yenə C variantı. Daha sonra 5-ci sualda isə üçbucağın iki tərəfi 1, 7 olarsa, üçüncü tərəfi aşağıdakilərdən hansı ola bilər? Baxaq yenə. Bura olsun 1, burasın 7. Üçüncü tərəfdə x. Üçüncü tərəf üçbucaq bərabərsinə görə 8'dən böyük kiçik, 6'dan isə böyük olmalı. Deməli, üçüncü tərəf nə olar? 7 cm olar. Yəni, həmin üçbucaq olar bərabər yanlı üçbucaq. Cavabımız B variantı olar. 6-cı sualda isə üçbucağın iki tərəfi 4, 8, üçüncü tərəfin aşağıdakı hansı ola bilməz? Baxaq, uşaqlar yenə. Baxın, 4 bura, 8 bura, burada olsun x. Deməli, x 4 ilə 8'in cəmindən kiçik, yəni 12'dən kiçikdir. 4 ilə 8'in fərqinin modulundan isə böyükdür. Yəni 4'dən isə böyükdür. İndi bu x 4 ilə 12 arasında ola bilər. Amma 4 ilə 12'nin arasından fərqli yerdə ola bilməz. Baxırıq indi onda 6-cı sualda 4 bax 6, 8, 10 ədədləri hər biri 4 ilə 12'nin arasında. Amma 12 ədədi özü 12 ilə 4 arasında deyil. 12 daxil deyil axı burada uşaqlar. Ona görə cavabımız olacaq A variantı. Yəni 12 ola bilməz də yəni. Üçbucağın iki tərəfi 5, 7 olursa onun perimetrinin kiçik qiymətidir. Uşaqlar baxaq yenə.
5, burası 7. Burada nədənsə bu tərəfə qələm yazmır. Burada x olsun. Deməli, üçbucağın üçüncü tərəfin qiymətin hansı aralıqda olduğuna baxaq. Deməli, 7 ilə 5-in cəmindən kiçik, yəni 12-dən kiçik. Fərqinin modundan isə böyük, 2-dən böyük. Deməli, bu üçüncü tərəf 12 ilə 2 arasında yerləşir. İndi bizə deyir, perimetrin ən kiçik qiymətini tapın. Uşaqlar, perimetrin ən kiçik qiymət tapması üçün mən üçüncü tərəfi ən kiçik götürməliyim. Üçüncü tərəfimiz ən kiçik halda hansı ola bilər? 3 ola bilər. Yəni 2 ilə 12-nin arasında ən kiçik ədədlərin içindən ən kiçik 3-dür. Onda bu üçüncü tərəfi 3 götürsəm, 5, 7 və 3-ün cəmi perimetrin ən kiçik qiyməti olacaq. Perimetrin ən kiçik qiyməti olacaq 3 plus 5 plus 7. O da olacaq 15 santimetr. Cavabımız C variantı olar. 8-ci sualda isə yenə uşaqlar perimetri deyir bizə 2 və 6. Üçüncü tərəfdə olsun x. Deyir x 8 ilə 4 arasındadır. Bunu biz tapırıq. Düzdür? Üçbucaq bərabərsizliyinə görə. Bayaqdan deyirik. Ta ki 8, 7 dənə misal eləmişik eyni suala aid. Ən böyük qiymətini soruşur perimetr. Uşaqlar, ən böyük qiymət olması üçün bu üçüncü tərəfin ən böyük qiymətini almalıyıq. Ən böyük qiymət bu x nə ödəyər? X bərabər 7 olarsa bu aralığa düşür və ən böyükdür. Deməli, üçüncü tərəf 7 olarsa, onda perimetrin ən böyük qiyməti EBG yazıram aşağısına, abreviatur olaraq nə olacaq? 2 plus 6 plus 7. 2 plus 6 plus 7. O da yenə eləyəcək 15. Cavabımız olacaq B variantı. Daha sonra 9-cu sualda isə üçbucağın iki tərəfi 2, 9 perimetr şaxtalar ola bilər. Deməli, yenə 2 və 9, 2 bura olsun, 9 bura olsun, bura olsun x. X 11 ilə 7 arasındadır. Bunu biz tapırıq. Perimetr aşağıdakilərdən hansı ola bilər? Deməli, üçüncü tərəf oldu 11 ilə 7 arasında. Onda perimetr hansı aralıqda olacaq? Üçüncü tərəfini toplayaq. Deməli, perimetr üç tərəfin cəmidir. 2 plus 9 plus 7 yazsam, 2 isə 9, 11, üstünə də 7 deyəcək 18. Perimetr 18-dən böyük. 2 ilə 9-un cəmi 11, 11 ilə 11-in cəmi 22. 22-dən isə kiçikdir. Deməli, perimetr 18 ilə 22 arasında olacaq. Bizə deyir, hansılar ola bilər? 18 ilə 22-nin arasında bir dənə C variantında 20 durur. Cavabımız olar 20 santimetr. Perimetr ola bilər. 10-cu sualda isə üçbucağın iki tərəfi 3, 8 perimetr aşağıdan hansı ola bilməz? Deməli, 3 8-də bu hissə. Bu hissədə olsun yenə x. X diğerinə ilə 11 ilə 5 arasındadır. Onda perimetr olacaq. Deməli, 3 ilə 8-dən 11 11-in son 1 22. Deməli, perimetr 22 ilə 3 ilə 8-dən 11 üstünə 5 16. Perimetr 16 ilə 22 arasındadır. Bizə deyir ki, 10-cu sualda. Perimetr aşağıdakilərdən hansı ola bilməz? Uşaqlar, 23 ola bilməz. Cavabımız olaraq D variantı. Çünki 23 bu aralığa düşmür ona görə. 11-ci sualda isə üçbucağın daxili bucaqlarından biri 20, ikincisi isə bundan 3 dəfə böyük. Uşaqlar, bu bucağımız 20 dərəcədir. Digəri isə bundan 3 dəfə böyük, yəni 3 sıra 20, 60 dərəcədir. Bu üçbucağın üçüncü daxili bucağını tapın. Burada olsun x. Biz bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi nəyə bərabərdir? 180 dərəcəyə bərabərdir. Burada alırıq x bərabərdir. 180 çıxaq 80. 100 dərəcə. Deməli, digər bucağımız 100 dərəcəyə bərabər imiş. Cavabımız A variantı. 12-də isə üçbucağın daxili bucaqlarından biri 110. Üçbucağın daxili bucaqlarından biri. Onda o nədir? Uşaqlar, kör bucaqlı üçbucaqdır. Daxili bucağından biri 110 dərəcədir. İkincisi isə bundan 60 dərəcə kiçikdir. Yəni 110 çıxaq 60. Yəni 50 dərəcədir. Bu da olsun 50 dərəcə.
Bizə deyir, üçüncü bucağını tap, üçüncü daxili bucağını tap. Burada olsun x. Uşaqlar biz yenə bilirik ki, bucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Buradan x bərabərdir. 180 çıxaq 160. Alırıq 20 dərəcə. Cavabımız olar D variantı. 13-cü sualda isə üçbucağın daxili bucaqları 1K, 2K və 3K nisbətindədir. Ən böyük daxili bucağı tap. Uşaqlar biz bilirik ki, daxili bucaqların cəmi nəyə bərabərdir? 180 dərəcəyə. Burada alırıq 6K bərabərdir 180 dərəcə. K bərabərdir 180-i 6-ya bölünür, tapırıq 30 dərəcə. Və bizə ən böyük bucağı soruşur. Ən böyük bucağı nə olacaq? 3K. Yəni 3 vur 30. 90 dərəcə. Deməli, həmin düz bucağı üst bucaq neymiş? Daha doğrusu, həmin üst bucaq düz bucağı üst bucağıymış. 14-də isə yenə deyir, üst bucağın bucaqları 2, 3, 5 nisbətindədir. Yəni 2K plus 3K plus 5K 180 dərəcədir. Burada alırıq nə? 10K bərabərdir 180. K bərabərdir 180 bölü 10. Tapırıq 18 dərəcə. Bizə ən kiçik daxili bucağı soruşur. Nəyi yəni 2K-nı? 2 vur 18. O da eləyər 36 dərəcəli iti bucaq. Cavabımız C variantı olar. 15'te isə üçbucağın daxili bucaqları 2, 3, 4 nisbətində olursa ən böyük xarici bucağı tapın. Aha, baxaq uşaqlar. Üçbucağın daxili bucağı. Yenə baxın 2, 3 və 4 nisbətindədir. Deməli 2K ilə 3K'nın və 4K'nın cəmi bizə verir nəyi? 180 dərəcə. Buradan alırıq nə? 9K bərabərdir 180. K bərabərdir alırıq 20 dərəcə. Deməli, üçbucağın bucaqları neçə olacaq? 2K, 3K, 4K. Yəni 40 dərəcə, 60 dərəcə və 80 dərəcə. Bu oldu üçbucağın nəyi? Daxili bucaqlar. Bizə deyir ki, üçüncü 15'e baxırıq, düzdürmü? Bəli, bəli. Deyir ki, ən böyük xarici bucaq. Uşaqlar, ən böyük xarici bucaq ən kiçik iti bucağın qonşusudur, düzdürmü? Bura neçə olacaq? 140 dərəcə. 40'ın qonşusu nə olar? 180 çıxaq 40, yəni 140 dərəcə. Cavabımız olar B. 16'da isə üçbucağın iki xarici bucağı verilib. Biri 140 dərəcə, digəri isə 105 dərəcə. Burada 105 dərəcə. Bizdən üçüncü xarici bucağı soruşur. Üçüncü xarici bucağımız neçə dərəcə olar? Uşaqlar, biz bilirik ki, xarici bucaqların, üç bucaqda xarici bucaqların cəmi, bura x desəm, 360 dərəcəyə bərabər olduğunu bilirik. Buradan x bərabərdir. Bu cəm neçə eləyir? 245 edir. 360 çıxaq 245. Qalır x bərabərdir 115 dərəcə. 115 dərəcə. Cavabımız olar B. Sonra baxırıq. Neçə yazılıb? 16-nı yazdıq, 17-yə baxırıq. Üçbucağın iki xarici bucağı 105 və 115'dir. Üçüncü bucaq isə 140 olacaq da. Cavabımız olar D variantı. Uşaqlar, bunu zəhmət olmasa özünüz yazarsınız. Baxın, şifahi deyirəm. Bayaqlar necə idi? 105, 100, baxın, 105 ilə 140 bayaq idi, 115 tapdıq. İndi 115 ilə 105'dir, digəri 140 olacaq da. Bu da neçədir? 115 isə bu olacaq 140 dərəcə. Topladıq, 360'dan çıxdıq. 18'də isə bucağın iki daxili bucağın cəmi 120'dir. Bu bucaqlara qonşu olmayan xarici bucağı tapın. Uşaqlar, biz demişdik ki, bu alfa, bu betadırsa, onlara qonşu olmayan xarici bucaq alfa üstəgəl beta deməkdir.
Yəni demişdik ki, üçbucağın iki iti bucağının cəmi onlara qonşu olmayan xarici bucağa bərabərdir. İndi əgər deyirsə ki, üçbucağın iki daxili bucağının cəmi 120-dirsə, yəni bununla bunun cəmi 120-dir, onda həmin xarici bucaqda 120 dərəcə bərabərdir. Cavabımız olacaq D variantı. 19-da isə, yəni bu bir tərif idi də, belə deyim. Bucağın iki daxili bucağı 80 və 50 olarsa, bu bucaqlar qonşu olmayan xarici bucaqdır. Uşaqlar, baxın, yenə deyirəm, bu 80, bu 50-dirsə, bunlara qonşu olmayan xarici bucağı isə bunların cəmidir. Yəni 80 üstə gələ 50-dir. Bu da eləyir 130 dərəcə. Cəmimiz olar 130 dərəcə. Yəni 19-da A variantı olar. 130. 20-ci suala baxırıq. Bucağın iki xarici bucağı 110 və 120 olursa, bu bucaqlar qonşu olmayan daxili bucaqdır. Bu bucaqlar qonşu. Bu bucaqlara olar. Cümləni də düz yazmırlar uşaq. Deməli, bucağın iki xarici bucağı. Bura olsun 110. Bu bura olsun 120. Bura olsun 120. Bizə deyir ki, ondan daxili bucağı tap. Bunu soruşur uşaqlar. Necə tapaq? Belə də digər, əslində bir neçə yolla tapa bilərsən. Bunun daxili nədir? 70-dir. Bununki nədir? 60-dır. Bu nə olar? X. Yəni 70 üstə 60 üstə X. Yəni daxili bucaqların cəmi nə idi? 180 idi. Buradan X bərabər taparıq neçə? 50 dərəcə. Yəni 180 çıxar 130. Taparıq 50 dərəcə. Cavabımız oldu B variantı. 21-də isə üçbucağın iki xarici bucağı 100 və 120-dir. Bu bucaqlar qonşu olmayan daxili bucağı tapın. Baxın uşaqlar, yenə bu 100-dür. Bu isə deyək ki 120-dir. Bizdən daxili bucağı soruşur. Bunun daxili nədir? 60-dır. Bunun daxili nədir? 80-dir. Və bu nə olar? X. X ilə 60-ın və 80-in cəmi daxili bucaqlardır. 180. Burada nə alırıq? X bərabərdir. 180 çıxar 140. Bu da eləyər 40 dərəcə. Cavabımız D variantı olar. 22-ci sualda isə xarici bucaqları 5, 6, 7 nisbətində olan üçbucağın ən böyük daxili bucağını tapın. Deməli, bu olsun 5K, bu olsun 6K, bu da olsun 7K. Uşaqlar 5K ilə 6K-nın və 7K-nın cəmi bizə 360-ı verməlidir. Yəni xarici bucağın cəminin 360 olduğunu bilirik. Burada alırıq nə? 18K bərabərdir 360-sa. K bərabər alırıq 20 dərəcə. K 20-dirsə bizə deyir ki, ən böyük daxili bucağı tapın. Uşaqlar, ən böyük daxili bucaq ən kiçik xarici bucağın qonşusu olan. Ən kiçik xarici bucağımız 5K-dır. Yəni 5 vuraq 20. Alırıq neçə? 100 dərəcə. Bu 100-dürsə, onda ən böyük bucağımız, ən böyük daxili bucağımız olacaq 80 dərəcə. Cavabımız olar ən böyük daxili bucaqdır. Cavabımız olar D variantı. 23-də isə xarici bucaqlar 5, 7, 8 nisbətində olan bucaqların daxili bucağını tapın. Yenə uşaqlar, baxın, şəkili çəkməyəcəm, ehtiyac bilmirəm. 5K üstə 7K üstə 8K-nın cəmi 360-dır. 20K bərabər 360, K bərabər də alıram 18 dərəcə. İndi bizə nə deyir? Deyir ki, daxili bucaqların nisbətini soruşur. Uşaqlar, 5K, daha doğrusu daxili bucaqlarını soruşur. Biz xarici bucaqları tapırıq. 5 vur 80. Daha doğrusu 5 vur 18 deyir 90 dərəcə. 7 vur 18 126 dərəcə. 8 vur 18 bu da 144 dərəcə. Bu oldu xarici bucaqlar. İndi 90 dərəcəli bucağın qonşusu nə olar? 90. 126-nın qonşusu nə olar uşaqlar? 54. 144-də 36. İndi bu nisbəti tapın deyir, düzdürmü?
Kiçikdən böyüyə yazılır. 90, daha doğrusu böyükdən kiçiyə 54, 36. Bu nisbət neçə eləyir? Hər birin 6-ya ixtisarləsək qalar 15, sonra bir də ixtisarlayacağıq da. 9-a ixtisarlaya bilərik də hər birini. 10, 18-ə də ixtisarləməli uşaqlar. 18-ə ixtisarlasək 5 burada qalır, 3 burada qalır, 2 burada qalır. 5-in 3-ün 2 olan nisbəti. Cavabımız olar A variantı. Sonra 24'deyiz. Daxili bucaqlar 3, 5, 7 nisbətini tutan xarici bucağın nisbətini tapın. Uşaqlar 3K üstə 5K üstə 7K cəmi neçədir? 180. Çünki daxili bucaqlardan söhbət edilir. Və biz bilirdik ki, daxili bucaqların cəmi 180. Burada alırıq 15K 180. K bərabərdir 180 bölüb 15. Alırıq 12 dərəcə. Bu eləyəcək 3K eləyəcək 36 dərəcə. 5K eləyəcək 60 dərəcə. 7K eləyəcək 84 dərəcə. İndi bizə nə deyir? Xarici bucaqları tapın. Uşaqlar 36-nın xarici bucağı nədir? 144 dərəcədir. Yəni 180-dən çıxıram da. 120 dərəcə budur. 96 dərəcə budur. İndi bizə nə deyir? Bucağın xarici bucaqların nisbətini tapın. Yəni 144-ün 120-yə, onun da 96 olan nisbətini tapaq. Hər birin 24-ə ixtisarləsək, yox, 24-ə yox. Hə, 24-ə ixtisarlaya bilərik də, bəli. Burada qalır 6, burada qalır 5, burada qalır 4. 6-nın 5-in 4-ün nisbəti. Cavabımız olaraq D variantı. 25-də isə ABC üçbucağında A, B, C üçbucağında deyir BC AC-dən böyük, o da AB-dən böyük. Deməli, ən böyük tərəf BC-dir. BC-dirsə, uşaqlar, ən böyük tərəfimiz buradır. Deməli, biz deyirdik ki, kiçik bucaq qarşısında kiçik tərəf durur, böyük bucaq qarşısında böyük tərəf durur. Yəni, uyğun olaraq da kiçiyin qabağında kiçik, böyüyün qabağında böyük. Deməli, ən böyük bucağımız nədir? B-dir. Ən böyük bucağımız. Sonra AC tərəfi böyükdür. Ay, uşaqlar, üzürlü sayın. Bizə BC-nin böyük olduğunu deyir birinci. Burası BC böyüdürsə, indi şəkil ola bilər, fərqli çəkmişəm fiqur olaraq. Amma deyilənə görə BC tərəfi ən böyükdür. Onda A bucağı ən böyükdür. Sonra AC tərəfi böyükdür. Sonra B-dir. Sonra isə C-dir. Deməli, ən kiçik C, sonra B, sonra A, B, C. Cavabımız olaraq D variantı. 26-da isə ABC üçbucağında deyir 26-da A bucağı B-dən böyük, o da C-dən böyük. A olsun bu, bu olsun bu, bu olsun bu. Ən böyük A-dır, sonra B-dir, sonra isə C-dir. Ən böyük A-dır, B-dir, sonra C-dir. AB 5-dir. BC 9'dur. AC'nin mümkün qiymətlərinin sayını tap. Aha. Burada deyirəm X. Şöyle en böyük bucağımız A'dırsa, burası. Onda en böyük tərəfimiz də BC-dir. Çünki A'nın qarşısındakı tərəf ən böyük olmalıdır. Və ən kiçik bucağımız C-dirsə, onda C'nin qarşısındakı həmin bu tərəf, yəni AB tərəfi ən kiçik. Deməli, belə deyək. AC tərəfi bu 5 ilə 9-un arasında yerləşməlidir də. Onda üçbucaq bərabərliyindən istifadə eləyək AC tərəfi üçün. 5 ilə 9-un cəmindən
kiçik, yəni 14-dən kiçikdir və 5 ilə 9-un fərqindən böyükdür. 4-dən isə fərqindən moldur. 4-dən isə böyükdür. X ola bilər. X ola bilər. 4 ilə 14 arasında. Amma 5 ola bilməz. 5 ola bilməz. Üstünə xətt çəkirəm. 6, 7, 8 ola bilər. Amma 9, 10, 11, 12, 13 ola bilməz. Üstbucaq bərabərsin deyəcəm niyə aşağı. Bunlar ola bilməz. Ola bilər hansılar? 6, 7, 8. Bunun üçündən biri ola bilər. Biz 26'da cevabı götürəcəyik C variantı. 3. Sayın soruşur bizə. Niyə? Səbəb nədir? Buradakı verdiyi şərtə görə uşaqlar. Cavabımız oldu C variantı. 27'də isə deyir ABC-də A və B bucaqlarından çəkilən tənbülənlər D nöqtəsində kəsişir. Gəlin baxaq görək. Bu olsun A, B, C. Deyir A'dan və B'dən çəkilən tən bölənlər D nöqtəsində kəsişir. Burada kəsişir. Tən bölənlər. Deməli bu bucaqları yarıya bölür. Bunlar birbirine bərabər. Aha. A bucağı 60 dərəcə. Onda bura 30'dur, burada 30'dur. B bucağı isə 80'dir. Yəni bura 40'dır, burada 40'dır. Bizə nə deyir? A, D, B'ni tapın. A, D, B'ni. Bu bucağı soruşur uşaqlar. Necə taparıq X olsun? Bu kiçik ADB üçbucağına fikir verin. A, üçbucağı A, D, B. Bucağın dərəcə ölçüsünü soruşur. Bucağı soruşur. Bucaq. Uşaqlar, kanalda şu yazımız nədənsə bilmirəm. Üzrlü sayın. Arada görürsünüz bir neçə dəfə bir şeyin üstündən getməli oluram. Bucaq ADB-ni soruşur. Onda üçbucaq ADB-yə baxın uşaqlar. Daxili bucaqlar nədir? 30'dur, 40'dır və X-dir. Bu cəm 180 verməlidir. Çünki üçbucağın daxili bucaqların cəmi 180 verir bizə. Alıram 70 üstə gəlir X bərabərdir 180, X bərabərdir 180 çıxar 70. Yəni 110 dərəcəli kör bucağa bərabər imiş ADB. Bucağımız olar 110 dərəcə. A variantı. Sonra 28'də isə bucaq ABC-də çəkilən tənbəllər yenə uşaqlar eyni demək olar ki misaldır. A olsun, B olsun, C olsun və A'dan və B'dən tənbələnlər çəkilib. Və həmin tənbələnlər D nöqtəsində yenə kəsişir. A bucağı 70-dirsə, bura 35'dir. Sonra C bucağı isə 50'dir. Uşaqlar baxın. C bucağı bura isə 50'dir. Bura 35, 70 idi, düzdür. Bu 70, bu 50. Bura nə qalır? Gəlin tapaq. 70 üstə 50, üstə gələk bucaq B. Bizə 180'i verməli idi. Buradan bucaq B-ni alırıq ki 60 dərəcədir. Düzdür. Bu 120 edir. 180'den 120 çıxanı qalır 60 dərəcə. B bucağı əgər 60'dırsa, onda bu kiçik bucaq. Bu da 30'dur, bu da 30. Çünki tən böləndə deyir. Və ADB-ni soruşur. Bura 30, bura 35. Bura necə taparıq? Onda X üstə gələk 30, üstə gəl 35 bərabərdir 180 nəməlidir? Yəni ADB üçbucağının daxili bucağının cəmi 180'ə bərabər götürürəm. Buradan X bərabərdə alıram. 180 çıxar 65. 180'dən 65 çıxanda qalar 115 dərəcə. Cavabımız olar D variantı. Sonra 29-cu sualda isə ABC'de BD hündürlüğü çəkilmişdir. Hündürlüğü çəkilmişdir. A bucağının B'ye 10 sayının nisbəti bura 3K'dır. Bura 4K'dır. Burası 2K'dır. Uşaqlar biz bilirik ki 3K ilə 4K'nın və 2K'nın cəmi bizə bucağın daxili bucaqlarını verir. O da 180 dərəcədir. 9K bərabərdir 180, K'nı alırıq 20 dərəcə. 3K nə eləyəcək uşaqlar? Bura olacaq 60 dərəcə. Bura eləyəcək isə
2K, yəni 40 dərəcə. Burada deyəcək 4K-dırsa 80 dərəcə. Aha. İndi bizə nə soruşur? Daha doğrusu soruşur bizdən D, B, C-ni tapın. D, B, C bucağını tapın. Bura olsun bütöv 80-dir. Bura olsun X. Deməli, X üstə gəl 40 bərabərdir. Nə? Düzbucağı bucağında DBC-yə baxın uşaqlar bucağına. Alt 90 olmalıdır. Buradan X bərabərdir olacaq 50 dərəcə. Cavabımız olar A variantı. 30-cu sualda isə perimetri 30 sm olan bərabərli bucağın oturacağı 2 olarsa yan tərəfini tapın. Uşaqlar baxaq. Deməli, perimetri 30 sm olan perimetri 30 sm. Bucağın oturacağı 2 sm olarsa tərəflər nədir? Bərabər yanlı olduğu üçün yan tərəflər bərabərdir. Yəni 3 dənə tərəfin cəmi əgər 30-dursa, buradan 2x bərabərdir 28, x bərabərdir 14 sm olar. Deməli, yan tərəflər 14 sm-ə bərabər imiş. Cavabımız olaraq C variantı. 31-də isə perimetri 17 sm bərabər olan yan tərəfi 5 sm. Deməli, perimetri 17 isə bərabərlik sualı və yan tərəfi 5, onda burada 5-dir. Onda oturacaq x. Bizdən oturacağı tapın deyir, x-i soruşur. Uşaqlar 5 üstə gəl, 5 üstə gəl x-in cəmi bizə perimetri verir. Buradan x bərabərdə 17 çıxaq 10, qalır 7 sm. Deməli, oturacaq C variantına bərabər imiş. 32-ci sualda isə perimetri 28 sm bərabərli bucağın, yenə bərabərli bucaqdır. Yan tərəf oturacağın 2 sm böyük olarsa. Oturacaq x ise yan tərəflər 2 plus x-dir. Onda x üstə 2 üstə x üstə 2 bizə nəyi verməlidir? 28-i verməlidir. Buradan alırıq 3x üstə gəl 4 bərabərdir 28. 3x bərabərdir 28 çıxaq 4. Yəni 24. X bərabər 24 bölü 3 ilə 8 sm. Bizə deyir ki, böyük olarsa yan tərəfi tapın. X-i 8 tapdıq. Yan tərəfimiz olacaq 10. 10, oturacağımız olacaq 8. Cavabımız olar 10 sm. Yəni D variantı. 33-də isə perimetri 35 olan santimetr olan bərabərli tutanın oturacağı yan tərəfdən 1.5 dəfə böyükdür. Yan tərəf x-sa, oturacaq 1.5 dəfə yan tərəfdən böyük olarsa, bu tutanın tərəfini tapın. Yan tərəfini soruşur. X-i soruşur uşaqlar. Mən perimetri tapmaq üçün üç tərəfi toplayıram cəmi, bizə perimetri verməlidir. 3,5x bərabər 35, x bərabər 35 bölə 3,5 bölür 10. Demək, yan tərəf olacaq 10, 10. Cavabımız B variantı olar. Bəli, B variantı. 34-də isə bərabərli tutan təpə bucağı 80 olarsa, şöyle bu təpə bucaq 80. Bərabərli tutan oturacağı bitişik bucaqlara bərabərdir. X üstə 80 bizə tutanın daxili bucaqlarını verir. Bu da 180-dir. 2x bərabərdir 180 çıxaq 80, x bərabərdir 50 dərəcə. Cavabımız bizə deyir ki, oturacağı bitişik bucağı tapın. C variantı. 35-də isə uşaqlar bərabərli tutan təpə bucağı 110 olarsa, deməli bu nədir? Kör bucaqlı bucaqdır. 110 dərəcədirsə, onda bərabər yanlı dediyi üçün oturacağı bitişik bucaqlarımız bərabər. Bizə də oturacağı bitişik bucağı tapın deyil. X üstə 110 dərəcə bizə üç bucağın daxili bucaqlarını verir. 2x bərabərdir 180 çıxar 110 70 dərəcə. X bərabərdə alırıq 35 dərəcə. Bizə oturacağı bitişik bucağı soruşurdu. Bu da oldu 35 dərəcəli bucaq. 36-da isə uşaqlar 36. Bərabərli tutan oturacağı bitişik bucağı 40-dır. Baxaq uşaqlar. Bərabərli tutan oturacağı bitişik bucaqlar zaten bərabərdir.
Oldu 40 40. Bizə deyir təpə bucağını tap. Təpə bucağı da olsun x. Deməli x üstə 40 üstə 40-ın cəmi bizə bucağın daxili bucaqlarından verər. X bərabərdir 180 çıx 80. Bu da 100 dərəcə. Deməli nəymiş? Kör bucaqlı üçbucağıymış. Cavabımız B bəndə olar. 37-də isə bərabərlik son ortada bitişik bucağı 70 olarsa təpə bucağını tapın. Uşaqlar 70 70. Baxın. Bərabərlik son. Bu da 70, bu da 70. Bunu necə taparıq? X olsun. Yəni 70 üstə 70 üstə x-in cəmi bizə 180 verərsə, x bərabər 180 çıxar 140. O da eləyər 40 dərəcə. Cavabımız A variantı olar. 38-də isə üstbucaq ABC-də yazıram bura A, bura B, bura C. AB BC bərabər. AB BC bərabər. Yəni bərabər yanlıdır. Deyir ki, və BD mediandır. Uşaqlar bu mediandır. Median neyirdi? Qarşı tərəfi yarı bölürdü uşaqlar. Və bilirik ki, bu bucağı da bu bucağa bərabər. Çünki bərabər yanlıdır. Aha. Nə alır o burada sonra nə deyir? Bizə deyir ABD 20-dirsə, bu bucaq 20 dərəcədirsə, bizdən nəyi soruşur? Bir də saniyə. DBA-nı soruşur. Başa düşmürəm, bir də saniyə. Yox, ABD 20-dirsə, bizdən ACB-ni soruşur. ACB-ni, bu bucağı soruşur. Necə taparıq? Uşaqlar biz deyirdik ki, bərabərlik üçbucaqda təpədən çəkilən median həm hündürlük, həm də tənbülündür. Bu da olacaq, tənbülündürsə bu 20-dirsə, bu da 20 olacaq, düzdürmü? Onda bizdə bu bucağı soruşur. Təpə bucağı neçədir? 40 dərəcədir. Bu da x-dirsə, bu da yazıram, burada x yazıram. Bu da x-dir. Deməli x üstə 40, bizə 180-i verməli. X bərabərdir 140, yəni 180-dən 40-a çıxdım. X bərabərdə alıram 70 dərəcə. Deməli, bucaq ACB olacaq necə? 70 dərəcə. Cavabımız B variantı olar. 39-da isə üstbucaq ABC-də yenə uşaqlar baxaq. Yazıram ABC-də bunlar bir-birinə bərabər. BD'si median. Uşaqlar bərabər yanlıqda çəkilən median qarşı tərəfi yarı bölməyindən yana eyni zamanda həm hündürlük, həm də tənbüləndir. Həm hündürlük, həm də tənbüləndir. İndi bizə nə deyir? CAB 40'dır. CAB bura 40'sa bərabər yanlıqdır, burada 40'dır. Biz təpə bucağını necə taparıq? B bucağı. 40, üstə gəl 40, üstə gəl bucaq B bərabər 180 olmalı. Buradan bucaq B-ni tapırıq ki, 100 dərəcədir. Yəni 180-dən 80 çıxıb tapın 100 dərəcə. Onda bu da 50 tənbülən olsun. Bu da 50'dir. Bizdən nəyi soruşur? Bucaq D, B, A-nı soruşur. Yəni bu bucağı soruşur. Neçə olacaq? 50 dərəcə bucaq olacaq. Cavabımız olar A variantı. Sonra 40-cı suala baxaq. Düzbucaq tutan iki bucaqlarının fərqi 20'dir. Düzbucaqlı üçbucağın iki bucaqlarının fərqi. Burada x olsun, burada y olsun. X-dan y çıxan 20'dir. Və biz bilirik ki, x-in üstünə y gələndə düzbucaq alınır. Bunu bilirik. Bizdən kiçik iki bucağı tapın deyir. Toplasaq 2x bərabərdir 110 dərəcə. Y-lər islah olunacaq. Qalır x bərabərdir 55 dərəcə. X 55-dirsə, burada təbii ki 35-dir. Bizdən nəyi soruşur? Kiçiyi yoxsa böyüyü? Kiçiyi soruşur, cavabımız olar B variantı 35 dərəcə. 41-də isə 41-də isə bizə deyir ki, düzbucaqlı üçbucağın iki bucaqları 2-3 nisbətlər. Uşaqlar biz bilirik ki, düzbucaqlı üçbucağın iki bucaqlarının cəmi 90 dərəcəyə bərabərdir. Ta ki bu x, bu y olsa, x-la y-in cəminin 90 dərəcəyə bərabər olduğunu bilirik. İndi bizə deyir ki, 2-3 nisbətindədir. Yəni biri 2K-dır, birisi 3K-dır. Və bu cəm 90-dır.
Buradan alıram 5K bərabər 90, K bərabər də alıram 18 dərəcə. Bizə deyir ki, böyük iki bucağı tapın. Böyük iki bucağı nə olacaq? 3K olacaq. Yəni 3 vur 18. 54 dərəcə. Cavabımız olar B. 42-də isə düzbucaq tutulan iti bucaqlarından biri 30 və hipotenuzu 12 olarsa, kiçik qədini tap. Baxın uşaqlar. Bu bucaq 30'dur və hipotenuz 12'dir. Kiçik katet tapın. Uşaqlar biz bilirdik ki, tərifi. Deyirdik 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Bura A'dırsa və hipotenuzun yarısı həmin o katlə bərabərdir. Həmin katet nədir? 6 cm. Cavabımız olar C bəndi. Daha sonra 43'də isə 43'də isə uşaqlar baxın, şəkil əsasını x tapın. Deməli, bizə nə verib? Düzbucağı üstbucağı verib yenə. Buranı x, buranı 6, buranı 30 dərəcə verib. Uşaqlar biz deyirik ki, düzbucağı üstbucaqda 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Onda hipotenuz nədir? 12 cm. Cavabımız olar C variantı. 44'də isə yenə 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni 12 cm-dir. Həmin katet oldu C bəndi. 45'də isə düzbucağın üçbucağın iti bucaqlarından biri 30 dərəcədir. Bu oldu 30 dərəcə. Bu üçbucağın hipotenuzu ilə kiçik katetinin cəmi 24'dür. Şöyle bura olsa A, düzdürmü? Və 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Onda bura 2A'dır ki, bunun yarısı bu A eləyib, düzdürmü? Və deyir ki, bu A ilə, yəni kiçik katet ilə hipotenuzun cəmi, yəni 2A'nın cəmi bizə nəyi verir? 24 verir. Alıram 3A bərabərdir 24, A bərabərdir 24 bölü 3. Tapıram 8. Deməli, kiçik katet 8, böyük katet isə 16 imiş. İndi görək nə deyir. Olarsa kiçik katetini tap. Cavabımız olar C variantı 8. 46'da isə düzbucaq tutan iti bucaqlarından biri 30 dərəcədir. Yenə uşaqlar. İti bucağı 30 dərəcədir. Hipotenuzda kiçik katetin cəmi 36'dır. Uşaqlar yenə bu A'dırsa bu 2A. Bu A ilə 2A'nın cəmidir 36'dır. Buradan alıram 3A bərabərdir 36. A bərabər 36 bölü 100 tapıram 12. Yəni kiçik katet 12, hipotenuz isə 24'dür. 2 bura 12, yəni 24. Bizə deyir ki, hipotenuzu tap. Cavabımız olar C variantı 24. Daha sonra 47'də isə daxili bucaqları 1, 2, 3 nisbətində 3 bucağın. Şöyle daxili bucaqları, yəni 1K, 2K plus 3K'nın cəmidir. Bucağın daxili bucaqlarının cəmi bərabər. 180 isə 6K 180 isə K bərabər tapıram 30 dərəcə. 1K olacaq nə? 30. 2K olacaq 60. 3K'dakı 3 vura 30. Yəni 90 dərəcə olacaq. Deməli bu nədir? Düzbucaqlı üstbucağıymış. Daha sonra nədir? Kiçik tərəfi 6 olarsa, deməli belə bir düzbucaqlı üstbucaqlı uşaqlar. Bu 30, bu 60, o burada 90. Kiçik tərəf kiçik bucağın qarşısındakıdır. Bura 6 olarsa, böyük tərəfini tapın. Böyük tərəf nədir? Hipotenuz. 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Hipotenuzun yarısı əgər 6-dırsa, onda hipotenuz nədir? 2 vur 6, 12 cm. Cavabımız olar A variantı. 40 neçəyə baxdıq? 7-yə baxdıq, 8-ə baxırıq. 48'də isə daxili bucaqları bu nisbətdən tutan böyük tərəfi 30. Uşaqlar baxın. Daxili bucağı 1, 2, 3 isə cəmi neçə eləyir? 6K bərabərdir 180. K bərabər tapırım 30 dərəcə. Deməli bura 30'dur. Digəri 60'dır. O burada 90. Aha. Böyük tərəfi 30'dur. Böyük tərəf böyük bucağın qarşısındadır. Bura neçədir? 30 cm-dirsə bizə kiçik tərəfi tapın deyir. Yox, üzr istəyirəm. Böyük tərəf böyük bucağın qarşısındakı, yəni 90'ın qarşısında. Bura 30'dursa bu necə olacaq?
Deyirik ki 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni 15 sm. Cavabımız D variantı olar. 49-da isə daxili bucaqları 1, 5, 6 nisbətində olan deməli 5K üstə K üstə 6K bərabərdir 180'dir. Burada alıram 12K bərabərdir 180. K bərabərdir alıram 15 dərəcə. Yəni 180'i böldüm 12'yə. Nə deyir? Nisbətən bucağın böyük tərəfinə çəkilən hündürlüyü, böyük tərəfinə çəkilən, böyük tərəf hansıdır? Böyük bucağın qarşısıdır. Hündürlüyü ilə kiçik tərəf arasındakı bucağı tapın. Kiçik tərəf hansıdır? Bu tərəfdir. Bax bu A'ya. Buraya yazıram X. Kiçik tərəf buradır. Bu kiçik tərəf ilə otacağa bir dəqiqə deyir ki, böyük tərəfinə çəkilən hündürlüyü ilə kiçik tərəf arasında bucağı tapın. Həm bu bucağı soruşur uşaqlar. Necə taparıq bu bucağı? Aha. Uşaqlar bura 5K'dır. Yəni 5 vur 15. Bu eləyir 75. Bu eləyir 15. 1K'dır. Bu da eləyir 6 vuraq 15. Bu da 90 dərəcədir bütöv. Bütöv 90'dır. Ha uşaqlar. İndi bu 90'dırsa burada düz bucaq deyirək, hündürlüyü deyir. Bu 75 ise bura nə olar? 90 çıx 75. Yəni 15 dərəcə. Cavabımız olar A variantı. 50-ci sualda isə uşaqlar daxili bucaqları 3, 4, 5 nisbətən bucağın, yəni 3K üstə gəl 4K üstə gəl 5K bərabərdir 180'dirsə burada alırıq 12K bərabərdir 180, K bərabərdir 15 dərəcə. 15 dərəcə. Deməli 3K'mız olacaq neçə? 45, 60, 75 dərəcə. Üçbucağımızın bucaqları bu formadadır. Çəkəyi burada yazaq. Deməli 45, 60, dolu 75. Aha, nə deyir bizə? Bucağın böyük tərəfinə çəkilən hündürlüyü ilə böyük tərəfinə çəkilən böyük tərəf böyük bucağın qarşısındakıdır. Bax bu hündürlüyü ilə uşaqlar bizə deyir ki, kiçik tərəfin arasındakı bucağını tapın. Kiçik tərəf hansıdır? Kiçik bucağın qarşısındakidir. Yəni bu tərəf kiçik tərəfdir. Kiçik tərəf arasındakı bucaq. Bax bu bucağı soruşur bizdən uşaqlar. Bu 90'dırsa, bura 60 ise bura nə olar? 60 üstə X bucağı, bura X yazırım. Bərabər 90 olursa, X bərabər 90 çıx 60 olar 30 dərəcə. Cavabımız olar B variantı. 51'də isə bucağın daxili bucaqlarından biri digərindən uyğun olaraq 24 və 42 dərəcədir. Cümlələri düz yazmaları uşaqlar. İnanırsınız, yəni səmət oxunur belə yazdıqları üçün. Bucağın daxili bucaqlarından biri digərindən uyğun olaraq 24, 42 24 və 42 kiçikdir. Deyir, bucağın daxili bucaqlarından biri digərlərindən uyğun olaraq 24 dərəcə və 42 dərəcə kiçikdir. Hə, bu başqa məsələ. Hə, düz deyilmiş uşaqlar, üzrləsə. Deyir ki, bucağın daxili bucaqlarından biri digərlərindən 24 və 42 dərəcə kiçikdir. Deməli, tək götürək o bucaq budur. Və adı da X olsun, X bucağı. Digərlərinin 24 və 42. Tutaq ki, bundan 24 kiçikdir. Bundan isə 42 kiçikdir. Bax, bu bucaq həqiqətən bu bucaqdan 42 kiçikdir. Bundan isə 24 kiçikdir. Aha. Bu üç bucağın ən böyük daxili bucağını tapın. Uşaqlar, üç bucağın bütün üç bucağı da var. Toplayaq. X üstə gəl 24 bərabər 180 götürək. Burada alaq 3x üstə gələk 66 bərabər 180.
3x bərabərdir 114. X bərabərdir 38 dərəcə. Bizdən nəyi soruşur? Bucağın ən böyük bucağını tap. X tapdıq 38. Üstünə 42 gəlsək ən böyük bucağımız var. O da eləyər 80 dərəcə. Bucağımız olar A variantı. 52-də isə xarici bucaqları 3, 4, 5 nisbətində olan ən böyük xarici bucağını tap. Deməli, bu 3K, bu 4K, bu da isə 5K'dır. Bizdə 3K ilə 4K'nın və 5K'nın cəmi 360 eləməlidir. Yəni 3 bucağın xarici bucaqlarının cəmi 360. Uşaqlar. Bu neçə eləyir? 9, 12K bərabərdir 360. K bərabərdir 20 dərəcə. Bizə ən böyük soruşduğu ki 5K'nı tapaq. 5 vur 20, o da eləyər 100 dərəcə. 20 yox uşaqlar, 30. 360 12-dən 30 düşür. 5-i də 30-a vuranda 150 dərəcədir. Cavabımız olur D variantı. 53-də isə xarici bucağı 140 olan 3 bucağın bu bucaqlar qonşu olmayan 2 daxili bucağın fərqi 70 olarsa ən böyük. Aha. Deməli, xarici bucağı 140 olan buranın isə onda gəlin eləsin yazaq çəkək. Çək bunu götürək. Bura olsun 140 dərəcə. Deməli bunun iki bucağı neçədir? 40 dərəcədir. Yəni onun qonşu bucaq 40 dərəcədir. Üst bucağın bu bucaqlar qonşu olmayan iki daxili bucağının fərqi 70 olarsa. Uşaqlar, burada bir dənə cəm şəkilçisini artıq verib. Deyir ki, xarici bucaq 140 olan 3 bucağın bu bucağına qonşu olmayan demək istəyir, bu bucaqlar yazıb. Bu bucağına qonşu olmayan, yəni bu 40-a aid olmayan 2 dənə bucağın, yəni bu bucaqla bu bucağın fərqi 70 olarsa, gəlin buna x yazaq, buna y yazaq. Yəni bu x ilə y-in fərqi 70 olarsa, ən böyük daxili bucağı tap. Və biz bilirik ki, x ilə y-in cəmi, bir də 40-ın cəmi neçə olar? 180 olar. Bunu bilirik. Burada alırıq x çıxar, y-yə dəymirəm, 70 yazıram. Burada da x üstə gəlir, y bərabər 180-dən 40 çıxar, yazıram 140. Toplasam 2x bərabərdir 210. Burada x bərabər 105 dərəcə. X 105-dirsə 105-dən nəyə çıxsa 70 qalar. Y bərabər 35 dərəcə qalır. Düzdürmü? İndi bizə nəyi soruşur? 53-də 53-də olarsa ən böyük daxili bucağını tap. 105 dərəcə. Cavabımız olar C variantı. 105 dərəcə. 54-də isə bucağın 60 və 50 dərəcəlik bucaqlarının tənbəllər arasında körbucağı tap. Bu 60 olsun, bu 50 olsun. Bunların tənbələnləri arasındakı körbucağı soruşur. Körbucağı tap. 60-dırsa 30 burada, 50-dirsə 25 burada. Və bunlar arasında körbucağı soruşur. Necə taparıq? 30 üstə gəl 25 üstə gəl həmin bu sual işarəsi bərabər 180 var, düzdür? Onda həmin o sual işarəsi nəyə bərabər olar? 180 çıx 55-ə, yəni 125 dərəcə olar. Cavabımız olar D variantı. 55-də isə bucağın perimetri tərəflərindən 3, 4 və K dəfə böyük olarsa, bu üç bucaqdır. Perimetri tərəflərindən bura olsun x, bura olsun y, bura olsun z. Perimetri nə olacaq? X plus y plus z. Üstdən perimetri tərəflərindən 3, 4 və K dəfə böyük olarsa.
K-nı tap. Uzağın tərəflərindən şu olar. A, B, C desək, perimetrin nə olur? A plus B plus C olur. Bunu bilirik. Və deyir ki, perimetr tərəflərdən 3, 4 və K dəfə böyükdür. Deməli, perimetr 3A deməkdir. Eyni zamanda 4B deməkdir. Və eyni zamanda K vuraq C deməkdir. Bundan razılaşırıq da hamımız. Yox, K dəfə böyükdür deyir. Hətta K vuraq C deməkdir. K dəfə böyükdür. Aha. Onda biz nə edək? Buradan tərəf A tərəfini tapsam, A bərabərdir olur P bölü 3. B bərabərdir P bölü 4 olur və C də bərabərdir olur P bölü K. Düzdürmü? Deyir A-nın, B-nin, C-nin cəmi nə idi? Elə perimetr idi. Yəni P bölü 3 bu oldu A, P bölü 4 bu oldu B, P bölü K. Bu da oldu nə? Ümumi bu cəmi topladı, oldu perimetr. Bərabərdir P oldu. Düzdürmü? Hər tərəfi P-yə bölsəm, alıram 3-də 1, üstə gəl 4-də 1, üstə gəl K-da 1 bərabərdir elə 1. Düzdürmü? Və burada 1 bölü K bərabərdir 1 K üstə 1, üstə gəl 4-də 1. Daha sonra burada alıram 1 bölü K bərabərdir. 1-dən 3-də 1-dən üstə 4-də 1 gəndə 12-də 7. 12. 1-dən 12-də 7 çıxanda qalır 12-də 5. 5 burada tənasüblə çarpacaqsaq 5K bərabərdir 12, K bərabər 12 bölü 5, o da 2,4. Cavabımız olar B variantı. 56-da isə yan tərəfi 8 cm və perimetri P olan bərabərli sütunda, ona burada 8-dir, burada X. Yəni perimetr nədir? 8 üstə 8 üstə X-dir. Yəni 16 üstə gəl X nədir? P-dir. P-nin ala biləcəyi tam qiymətinin sayını tapın. Tam qiymətinin sayını. Şöyle nə ala bilər? Bərabərli üçbucaqdır, düzdürmü? Üçbucaq bərabərinə görə X nə ola bilər? X 16 ilə 0 arasında olmalıdır, düzdürmü? Neçədə əldə edə bilər? 1-də başlayıb 15-də bitəcək. 15 dənə əldə edə bilər. Cavabımız olar D variantı. 57-də isə baxaq görək 57 nədir? Bərabərli tutan perimetri oturacağının nisbəti 7 və yan tərəfi 42 olarsa. Deməli, bərabərli tutucağı verib bizə. Deyir ki, bura A-dır. Perimetrin A-ya olan nisbəti 7-dir. Yan tərəfi 42-dir. Bu yan tərəf 42-dir. Və burada 42-dir. Yəni, perimetr nədir uşaqlar? 42 üstə gəl 42 üstə gələk A-nın A-ya olan nisbəti 7-dir deyir. Düzdürmü? Bu, buradakı perimetrin əvəzinə yazdım da bunu. Sürətdəki bunları yazdım. Yəni, 84 üstə gələk A bölək A bərabər aldım 7. Bunu davam edirəm buradan. 84 bölək A-ya dəymirəm. Üstə gələk 1 bərabərdir 7. Yəni A-ya böldüm 1. Daha sonra 84 bölək A bərabərdir 7 çıxar 1 edir 6. Buradan A-nı nə alıram? 84'ü bölürəm 6-ya. Düşür bir dəfə 4 dəfə. 14. Deməli 3-cü tərəfimiz, yəni oturacağımız 14 imiş. İndi bizdən nəyə soruşur? Oturacağı tapın. Cavabımız olaraq C variantı 14. 58-ci sualda isə bizə deyir ki, ABC bərabər tərəfli üçbucağın yəni bütün tərəflər bərabərdir. Deyir ki, A təpəsindən çəkilən hündürlük, buradan çəkilən hündürlük
6,3 santimetrdir. Bu onda hündürlüğüdür. Hem tənbüləndir, hem de mediandır. Bir təpəsindən çəkilən median və tənbülən uzunluqları cəmini tapın. Uşaqlar, bərabər tərəfli üçbucaqda bütün hündürlüklər, medianlar və tənbülənlər biri digərinə bərabərdir. Yəni digərində də hündürlüyü 6,3-dür, digərində də 6,3-dür. Yəni hər birinin hündürlüyü ilə median da tənbülən də bərabərdir. Ona görə B təpəsindən çəkilən median və B təpəsindən çəkilən median və yaxud tənbülənin uzunluqları cəmi də median və tənbülən elinə şərldir. Cəmi də olacaq 6,3 də 6,3. O da 12,6-ya bərabər olacaq. Cavabımız olar B variantı. 59-da isə bizə nə deyir? Üçbucağın ABC tərəfləri arasında necə asılılıq var? Deyir A ən kiçikdir, sonra B kiçikdir, sonra C. Münasibəti doğru olarsa, uyğun olaraq bu tərəflərin qarşısındakı alfa, yəni A-nın qarşısında alfadır, B-nin qarşısında betadır, C-nin qarşısında isə gammadır. Gamma bucaqları üçün münasibət hansı münasibət doğrudur? Uşaqlar, əgər bizim C tərəfimiz ən böyükdürsə, C-nin qarşısındakı bucaq ən böyük olacaq. Yəni gamma ən böyük olacaq. Sonra beta böyük olacaq. Sonra isə alfa böyük olacaq. Cavabımız olacaq ən böyük gamma, sonra beta, sonra alfa. Cavabımız D variantı olur. 60-cı sualda isə bucağın tərəfləri ABC, bu tərəflərin qarşısındakı bucaqları isə uyğun olaraq bucağın tərəfləri ABC, bura olsun A, bura olsun B, bura olsun C. Deyir ki, uyğun olaraq alfa, beta, gammadır. Alfamız A'nın qarşısındadır. Bura olacaq alfa, bura olacaq beta, bura olacaq gamma. Nə deyir? Deyir A 6 olarsa, bura 6'dır. B 10 olarsa, bura 10'dur. C neçə fərqli qiymət ala bilər? Deməli, uşaqlar, belə bir asılılıq var. Belə yenə qoyaq da, bu 6'dır, bu 10'dur. Biz gammanı tapmalıyıq. Belə düşünün də, yəni. Və C neçə fərqli tam qiymət alır. Üçbucaq bərabərsinə görə 16'dan kiçik olmalıdır. 4'dən isə böyük. Və C tərəfi bütün tərəflərdən böyük olduğu üçün, yəni gammanın qarşısındakı ən böyük bucağın qarşısındakı tərəf olduğu üçün bu 10'dan böyüklər olacaq. Yəni C ola bilər 11, 12, 13, 14 və 15 ola bilər. Neçə qiymət ola bilər? 5 dənə qiymət ola bilər. Cavabımız olar A variantı. 61'də isə bərabər tərəfli üçbucağın daxili bucaqlarının neçə tərəfdir? Uşaqlar, istənilən üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Bizə nə deyir? Bərabər tərəfli üçbucağın daxili bucağı neçə dərəcədir? Daxili bucağı neçə olacaq? 60, 60, 60. Bir bucaq olacaq 60 dərəcə. Cavabımız olar 60 dərəcə. 62'də isə bərabər üçbucağın xarici bucağı neçə dərəcədir? 120 dərəcə. Uşaqlar, əgər bərabər tərəfli üçbucağın bir daxili bucağı 60 ise onun xarici nə olar? 120 olar da. Deməli, bərabər tərəfli üçbucağın xarici bucağı 120 dərəcəyə bərabər olacaq. 63'də isə deməli, ABC-də bu C, bu D,
A daha doğrusu. Bu D, bu da B. Deyir ki, üstüdə ABC-də ASB 90-dır. ASB, aha, 90-dır. CD hündürlüktür. Aha, nə yaxşı. AB 12 olarsa, A'dan B'ye bura 12 olarsa, şəkilə əsasən AC-ni tap. Aha, burada 60'dır. Onda bura nədir? 30'dur. Bizdən AC-ni sor. 30 dərəcəli bucaq qarşısındakı katet, yəni AC tərəfi hipotenuzun yarısıdır. Hipotenuz buradır. Değil mi? 12 ise. Onda 12 bölək 6 bizə verəcək AC-ni. Onda AC olacaq. 12-ni 2-yə böləndə 2-yə 6 yox. Eləcək 6 santimetr. Cavabımız olacaq elə 6. 64'də isə belə bir düz cavabımız var. Yine hündürlük. Bu 60 dərəcə. Bu A'dır. Bu C'dir. Bu isə B'dir. Deyir ki, CD hündürlüyü AB 20'dir. Bura 20'dirsə, şəkil əsasın AD-ni tap. Bu AD məsafəsini sor. Uşaqlar bura 30'dur. 30 dərəcə bucaq qarşısındakı, yəni AC tərəfi neçədir? Bura olacaq 10. Düzdürmü? Bura 60 ise bura neçədir? 30. İndi bu düz bucaq deyil. Düz bucağın qarşısı nə idi? Hipotenuz idi. İndi 30 dərəcəli bucaq qarşısındakı tərəf nədir? AD idi. Bizə də AD-ni soruşur da. 30 dərəcəli bucaq qarşısındakı katet, bax bu hipotenuzun yarısına bərabər. Onun yarısı 5 cm. Cavabımız var 5. Keçirik 65'e. ABC üçbucağında gəlin belə yazaq. B-ni təpədə yazaq. Olsun C. Deyir AB BC-yə, yəni bərabər yan üçbucaqdır. CBD mediandır. Median qarşı tərəfi yarıya bölür. Perimetr ABC 52'dir. Bütün perimetrimiz 52'dir. ABD deyir ABD perimetri buranın 36'dırsa BD'ni tapın. Burada X. Şöyle bakın bu A'dır. Bu da A'dır. Bura B, bura B olsa söyledim. Burada X olsa. Şöyle biz bilirik ki A plus B plus B'nin cəmi 52'dir. Yani bütün perimetri 52'dir. Burada alır o. 2'ni çıxardan ölçülərini A üstə B bərabər 52. 2'ye bölüləm A plus B olur 26. Değil mi? Bunu aldım. Bunu yadımda saxlayıram. İndi mənə lazım olacaq. Baxın uşaqlar. Perimetr ABD-ni verib 36 verib. Yəni A üstə X üstə B 36. Uşaqlar A ilə B-nin cəmi burada nədir? 26. 26 üstə gəl X bərabər 36-dırsa, buradan X-i nə taparam? 36 çıxar 26 10. Deməli X nə idi? BD idi. O da 10. Bizden BD'ni soruşur da. Cavabımız var 10 santimetre. Daha sonra 66'da ise şöyle 66 da 65'in eynisidir. Zəhmət olmasa bunu özünüz yazarsınız. 67'ye baxıram mən. Hipotenuz 12 santimetrdən bərabər düzdür. Hipotenuzu 12 santimetr olan bərabərli düzbucaqlı üçbucaqda bərabər yanlı, yəni katetlər birbirine bərabər. Onda bu 45'tir, bu da 45'tir. Aha. Hipotenuz çəkilmiş hündürlüyü neçədir? Buradan bura çəkilmiş hündürlüyü soruşur. Bura 45 ise burada 45'tir. Onda hipotenuz çəkilmiş hündürlük də elə nəyə bərabərdir? Bu bərabər yanlı alındı. Bu da bərabər. Yəni. Onda bura 6, bura 6. Onda bu da 6'ya bərabərdir. Cavabımız olar 6 santimetr. 68'də isə cavabımız olar 6 uşaqlar.
68'e üst hipotenuz 36 olan bərabərinin düzgün tutuyor. Hipotenuz çəkimi median. Uşaqlar median da elə bərabər yanlı olduğu üçün bura bərabər, bu da buna bərabər olduğu üçün bura 18, bura 18. Həmin median da olacaq, elə 18 sm bərabər olacaq. Cavabımız olar uşaqlar elə 18 sm medianın uzunluğu. 69'da isə deməli şəklimizə baxaq. BD tembörəndi. Yəni bu bucağı tembör. Bu nədirsə bu da odur. Bu BD adı BD bu da C'dir. Bu da 90 dərəcədir. Deyir ki ABC'də ACB 90'dır. Aha, BD tembörən varsa uyğunluğu müəyyəndir. Gəlin birinci üçün baxaq. BAC 30'dur. BAC. Bura 30'dur deyir. BAC 30'dursa uşaqlar bizdən DBC'ni soruşur. DBC'ni bu bucağı soruşur. Bura 30'sa bütün bura nədir? 60. Onda burada 30'dur, burada 30. Onda 30'un onda bura 30 oldu. Burada 30 oldu. Onda birinci variantda 30'da 30 doğrudur. 1'də oldu A. 2'yə bax. Bunları silirəm. Buradan da 30'u silirəm. 2'də deyir ki BAC 36'dır. 36'dırsa əgər bura bütöv nə olacaq? 54 olacaq. Bu 27, bu 27 olacaq. Doğrudurmu? Bəli. Onda bu oldu B. Üçüncüyə baxırıq. Üçüncüdə verib 54. Bunu sileyim. 36 əvəzinə buranı verib 50. Bura 54 isə bütün bura 36. Onda bura 18, burada 18. Cavabımız olar Y. Bu qədər sadə. Yəni oldu A, B, Y. 70-ci sualda isə uşaqlar, demək şəklə əsasən uyğunluğu müəyyən edin. X-i verib ACB-ni soruşur. Uşaqlar, bu 70-ci sualı isə sizə saxlayıram. Yəni 69'u mən yazmışam, birini də inşallah siz yazın. Özünüz yoxlayın görün. Biraz qəliz sualdır, amma görək kim tab yaza biləcək. Zəhmət olmasa rəy bölməsində həllin yazarsın. Uğurlar uşaqlar, kanala abunə olmağı, bəyənməyi və rəy yazmağı unutmayın. Növbəti videoda görüşərik. Sağ olun.